Hazırda Gürcüstan və Azərbaycan bütün sahələr üzrə uğurlu əməkdaşlıq həyata keçirir. Siyasi və iqtisadi münasibətlər inkişaf edir, hər iki xalq arasında əsrlər boyu formalaşmış dostluq və mehriban qonşuluq əlaqələri daha da güclənir. Qarşılıqlı səfərlər isə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yeni təşəbbüslərlə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu barədə öz fikirlərini politoloq İlyas Hüseynov ikisahili açıqlamasında bildirdi. Azərbaycan və Gürcüstan arasında dostluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur və il-ildən bu münasibətlər daha da inkişaf eləyir. Çünki bizim ortaq maraqlarımız, bölgənin inkişafı ilə bağlı konkret vizyonumuz və prinsiplərimiz mövcuddur. Gürcüstanın da son illər ərzində müstəqil siyasət yürütməsi təqdirə layiqdir. Baxmayaraq ki, müxtəlif güc mərkəzləri Gürcüstanın siyasi elitasına təsir etmək üçün əlindən gələni etdilər. Xarici agentlər haqqında qanunun çətinliklə də olsa qəbul olunması, prezident seçkilərinin keçirilməsi böyük ziddiyyətlərlə, çətinliklərlə olsa da hakimiyyət siyasi iradə nümayiş etdirdi. Sonuncu seçkilərdə Gürcüstanda olan bizim soydaşlarımız da fəal iştirak etdi və bu da hesab edirəm ki, ikitərəfli münasibətlərə təsir edən amillərdir. Bölgədəki nəqliyyat və enerji siyasətinin formalaşması, kommunikasiya əlaqələrinin inkişafında da Bakı və Tbilisi fəal rol oynayır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Kars dəmir yolu xətti və eləcə də Cənub qaz dəhlizinin ən önəmli başlanğıc segmenti hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi hesab edirəm ki, böyük tarixi nailiyyətdir və bugün məhz dünyada gedən proseslər fonunda deyə bilərik ki, enerji və nəqliyyat məsələlərinə kifayət qədər ciddi diqqət ayrılır və bu da Azərbaycanın prinsipial mövqeyi dövlət başçımızın siyasi iradəsi sayəsində mümkün olmuşdur. Gürcüstan prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri onun xarici ölkələrə ilk səfəridir və bu da Gürcüstan prezidentinin Azərbaycana verdiyi dəyər kimi qiymətləndirilə bilər və düşünürəm ki, bu rəmzi əlamət daşıyan səfər ikitərəfli münasibətlərdə yeni bir səhifənin başlanğıcı olacaqdır.